ikinci hissəni Bandicamda 10 dəqiqədən artıq yaddaşı yaza bilmirsən. Nəysə, burada elə həmin şeylərdir, yəni bunları bağlamağa ehtiyac yoxdur və yaxları Disable proqramından bağladıqsa clean resume bu komiteri deyərlər, təmizləməkdir. Əvvəl birincidə burada main təmizlə elədik, amma burada onu yenə vermək lazımdır. Çünki AVG-nin özüdür bu. Bu tək-tək yoxdur. Bütöv yox, tək-tək. Hər bir faylı tək-tək. Bayaq yoxladıq, problemləri həll eləmişik deyə hələ ki problemi göstərmir. Bunu saxlayıram. İndi axır hamısı qutarına kimi yoxladı. Bir dənə proqram tapdım. İndi bunu bağlaya bilərim. Defragment fixi hər birini bir-bir. Biraz gözləyəm. Çəkimi saxlayıram, vaxt getməsin. Qaranda açacağım. Qutardım. Yoxladı. 88 var. Burada söndürüb yandıranda belə bir çərçivə çıxacaq. Printerdən istifadə edirəm, yox. Networkdən istifadə edirəm, yox. Yenə kompüter yoxlayır. Verdiyimiz suallara uyğunlara. Söndürüb yandırmağa yoxlayır. Test və cəld olması üçündür bu. Kanalda tətbiqdən açacağım. Yoxladı. Kompüterin yanmasında problem yoxdur. Sönməsində yoxdur. Amma Windows'un servisində bir dənə problem var. Print Spooler. Bilmirəm nədir. Amma fix problemi edirəm. Düzəltdim. Burada ən əsas bütün bunların içində defragment hard disk. Bu diskdə olan, hard diskdə olan problemləri tapır, onları silir. Ən əsas olan budur. Burada tək-tək yoxlayacağım. Sinə dini, bütövlükdə yox. Bütövlükdə yoxlamaq olar. 2 disk, mən də CD-dim. Bunların tək-tək yoxlanışı. Bu biraz uzun çəkir. Amma tam yoxlayır. Burada məsələn boş yaddaş, nəsə əgər o açarlarca ondan işləyən və fragment, yəni səhv olan bir şeylər tapacaq. Yoxladım. Nə əvvəl eləmişdim deyə məndə biraz az çıxdı. Təxminən mən bir il əvvəl 9 GB dolu yaddaş tapmışdı, onu təmizlədim. İndi 460 MB onları siləcək. Bu biraz uzun çəkir. Ona görə videonu saxlayıram, qutaranda açacağım. Qutardı. 1 saat 3 dəqiqə çəkdim. Çıxaraq. Bütün buranı yoxlayandan sonra clean up. Burada kompüterdə yaddaş tutan lazımsız fayllardır. Məsələn, burada 322 MB Windows'un və yaxud proqramların hepsinin
lazımsız element var. Bunu açırıq. Yəni bunlar. Burada məsələn oyunların skorları zadları, mən bunlara dəymirəm, mənim üçün maraqlı bir şeylərdir. Bunları silirik. 322 MB elədi. Tutarsın, önemli saxlayın, böyle tutardı. 520 MB bunu da siləm. Bunu tutardı. 377 kaldı. Yəqin lazımlı bir şeylərdir. Burada deməli tapacağıq. Bir fayldan 2 dənə varsa, lazımsız fayldan 2 dənə varsa, bu onu tapırıq duplikatını. Duplikat olunan faylların həcmini göstərir. Bunu özünüz sən yox. Məsələn, proqramın özünə nəysə kopya edib başqa bir papkaya ata bilər. Viruslar. Şəkillər, videolar, bunları silmək. Bundan belə silə bilərsən. Özün, məsələn, bu fayldan birini silə bilərsən. Amma bu heç bir şey təsirlənmir, yəni. Yaddaşı artırır. O da vacib deyil. Bu, məsələn, həddindən artıq böyük fayllar, məsələn, gigabayt fayllardır. Silinib, amma kompüterdə, yaddaşda nəsə qalıb. Bu, onları yoxlayır. C papkasında və D papkasında. Burada yazışım, burada danışım. Burada qutardım. Bakıyorum. Burada ümumi problemler bize lazım değil. Yani kompüterde olabilirdi, hatta problemler. Hamısını işarələdim. Bağladım onu, amma deyəsə hələ yoxlayır. Bu hard diskdə olan errorları göstərir. Bunu bəyək yoxladı. Laf birincidən. Yəni yenə yoxlaya bilər. Burada normal və ehtiyac yoxdur. Bu qədər. Bu qədər. Bir də laf başda turbo mod bunu göstərim. Əgər kompüterin sürətlənməsini çox istəyirsə, yəni turbo moda qurursunuz. Məsələn, burada yazılıb nələri deaktivləşdirir. Məsələn, telefonla qoşulmağı deaktivləşdirir. Kamera qoşursansa, skaner qoşursansa, onlar limit qoyur. Burada ekranın videodur, yəni Windows 7 kimi yox, lap köhnə Windows'un ən köhnəsi kimi göstərəcək. Mən ona qoş qoymuram, çünki mənə effekt lazım deyil. Windows'un axtarış, virtual, error göstərişləri, internetdə